Burada belə bir cümlə var. Bir-birinin qərini çəkən az. Hamı bir-birinin şəklini çəkir. Hamı bir-birinin şəklini çəkir. Yəni, hamı vizuallaşıb yaşamaq istəyir. Hamı bir-birinin həyatını göstərmək istəyir. Yaşamaq yox. Ben bu fikir diyeceğim yanından çıktı. O işler kitabda var. Benim bir fikir var ki biz hayatımızı bəzən insanlarla o kadar doldururuz. Gözümüzde yaşamda yer kalır. Yani o mekan daralır bizim için. Gözümüzde yer kalır. Biz de İngilizce xüsusən deməli həyatını yaşamağa vaxt almır. Ancaq şəkil məşğul olur. Bir görürsən ki, harasa insan gelip istirahət etməyə, orada normal gəzmək əvəzinə bir hava almaq, bir gülü çiçəyi qopanlar əvəzinə, ancaq şəkil çəkir. Bax, sonra asıl sürüyüb qayını geçir. Yəni, məlum olur ki, orada hiçbir təəssüratı da yoxdur. Yəni, fotogenom bunun olmalıdır.